Gürcüstanda təhsil islahatı çərçivəsində bir sıra yeniliklər həyata keçiriləcək. Belə ki, ictimai məktəblərin 11-ci sinfi profilləşdirilmiş olacaq. Bu barədə Təhsil naziri Qivi Mikanadze ümumi təhsil islahatının konsepsiyasının təqdimatında məlumat verib. Nazirin sözlərinə görə yeni modelə əsasən şagirdlər 11-ci sinifdə yalnız milli imtahanlarda verəcəkləri fənləri öyrənəcəklər. Bu məqsədlə məktəblərdə repetitorluq sistemi adlanan yeni yanaşma tətbiq olunacaq. Qivi Mikanadze bildirib ki, islahat şagirdləri məktəbə qaytarmağa, məktəbin nüfuzunu artırmağa və ailələri əlavə hazırlıq xərclərindən azad etməyə xidmət edir. Bundan başqa gələn tədris ilindən etibarən Gürcüstanda bütün dövlət məktəblərində 1-ci sinifdən 6-cı sinifə qədər məktəb formalarının geyinilməsi test rejimində məcburi qaydada bərpa olunur. Nazirin sözlərinə görə sosial cəhətdən həssas ailələrə məktəb formaları ilə bağlı dövlət dəstəyi göstəriləcək. Həmçinin tədris mühitinə diqqətin artırılması və şagirdlərin prosesə tam cəlb olunması məqsədi ilə məktəblərdə xüsusən dərs saatlarında mobil telefonların istifadəsi qadağan olunacaq. Təhsil nazirinin açıqlamasına görə 2-3 il ərzində məktəblərdə bütün dərsliklər də dəyişdiriləcək. Onun sözlərinə görə bütün məktəblərdə vahid dərslik tətbiq olunacaq ki, bu da vahid yanaşmanı və standartı təmin edəcək.